أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuh. Değerli Müslümanlar, değerli namaz kılanlar, unutmayın ki bəzi gördüyümüz zinət əşyaları və yaxud da ki, bədən baxımı işlərimizdə bəzən dinimizə zərər vura bilirik və bəzən də istəmədən öz bədən gözəlliyimizi önə çəkərək Allah üçün etdiyimiz ibadətləri batil edə bilərik. Ona görə də bir neçə məsələ vardır ki, son zamanlar bu barədə suallar çoxaldığına görə kiçik də olsa bir dərs hazırlamağı məsləhət bildim ki, yəni sizinlə bunu paylaşaq. Dəyərli müsəlmanlar, bu kişi və qadın hər kəsdə ola bilər. Bəziləri sırf qadınlara məxsusdur, bəziləri isə kişi və qadına məxsusdur. Bunlardan süni saçlardır ki, yəni bildiyimiz parik. Kişi də qoya bilər, qadınlar üçün də süni saçlar vardır. Və son zamanlar çox görülür, kişilər üçün başın bir hissəsinə qoyulmuş pariklər və o pariklər bir var ki, sadə taxmadır, yəni əl atıb götürə bilir. Bir də vardır ki, rezin kimi başa otuzdurulur. Və o başa otuzduruldusa, oradan çıxartdırılmır. Oradan 6 aydan bir, 3 aydan bir, bax beləci uzun müddətli orada qalmalı olur. Ki, o tam olaraq bədənin bir hissəsi olur. Bax, bunun bu növləri də vardır. Sonra taxma dırnaqlar vardır. Baxın, dəyərli müsəlmanlar, hələ bu dırnaq mövzusuna toxunaq, sonra saça və digər taxmalara keçəcəyik. Dırnaq, taxma dırnaq, süni dırnaq. Süni dırnağın insana iki tərəfli zərəri vardır. Onlardan biri dini nöqteyi nəzərdən dini zərərləridir, biri də tibbi zərərləridir. Bu taxma dırnaq, süni dırnaq. Dini nöqteyi nəzərdən zərəri nədir? Kim taxma dırnaq salıbsa, taxma dırnaq əlində olduğu an qusul etsə, qusulu batildir. Təsəvvür edirsən, sən qusul vermirsən, cənabət qusulu və yaxud da ki, hansıysa bir qusulu, əlində dırnaq olubsa, o dırnaq, taxma dırnaq sənin öz təbii dırnağına yapışıbdır deyə, təbii dırnağına su dəymir. Su dəyir süni dırnağa. Beləliklə, sənin qusulun batil olur və batil olan qusul sənin bütün namazlarının batil olmasına aparır. Götürək ki, yəni qusul verəndə bunu bədəndən çıxardırsa bu dırnağı, bəs dəstəmaz alanda, bəli, dəstəmaz alanda da belə, yəni dəstəmaza bədənin bir hissəsinə su dəymədiyinə görə həmən dəstəmaz da batil olur. İkinci qorxulu tərəfi budur ki, taxma dırnağı biz elə bilirik, o gözəl görünür. Biz deyəndə, yəni onu taxan insan və onun kimi bir neçə cahil insan elə zənn edir ki, o gözəl görünür. Bu, eyni zamanda aiddir, taxma dırnağı olmayıb, öz dırnağı uzun olanlara da aiddir. Siz bilin ki, sənin gözündə uzun görünən o dırnağın gözəlliyi var, ha, o sənin təbii fitrətindən gəlmir. Təbii fitrətindən gəlmir. O, səndə olan, hər birimizin içində olan şeytandan gəlir. Çünki şeytan uzun dırnaqlıdır və uzun dırnağı xoşlayır. Çünki o çirkindir. Və uzun dırnağı xoşladığına görə ümumiyyətlə şeytanın metodlarından biri də budur.
təsirində olan adamları özünə bənzətməsi. Fikir verin cadugərlərə, falçılara, getdikcə necə şeytana oxşayırlar, eybəcər, qəzəbli, kinli, xarakteri, yəni dostluq edilə bilməyəcək bir səviyyədə insan, yəni heç səmimi olmur, heç sevgili olmur, heç mərhəmətli olmur, qəzəbli, çığırır, bağırır. Niyə? Çünki o qədər şeytanla dostluq edirlər ki, tədricən hələ tam bir şeytan olurlar. Çünki şeytan bunu xoşlayır. Bax, o dırnaq saxlayan, təbii dırnaqlarını uzun saxlayan, o sevimli övladlarımız var ha. Onlar bilsinlər ki, siz elə zənn edirsiniz ki, yaxşı görünürsünüz. Siz yaxşı görünmürsünüz. Siz Allah qatında, mələklərin yanında, möminlərin yanında yaxşı görünmürsünüz. Yerdə kim qaldı? Cahil, dinsiz, əxlaqsız insanların yanında yaxşı görünərsiniz. Heç vaxt bir səmimi insan, səmimi mömin sənə baxıb da nə gözəl dırnaqların var deməz. Hələ şeytan deyər sənə, nə gözəl dırnaqların var. Uzun dırnaq saxlamısan. Allahın Resulü sallallahu aleyhi və səlləm buyurur ki, kim bədən təmizliyini 40 gündən çox yubadarsa, o bizdən deyil. Bizdən deyil, yəni kafirdir demək deyil. Yəni o bizə bənzəmir. Bizim cəmaatdan deyil. Bizim cəmaatımızın içində belə şey ola bilməz. Uzun dırnaqlı, bədənini təmizləməyən bir insan. Ona görə də dəyərli insan, bilginən ki, bu sənə şeytandandır. Şeytan özünə bənzədir. Kimisi həqiqi dırnağını uzun saxlayır, kimisi həqiqini uzun saxlamır. Yəni o süni dırnaqla ya məclisdən məclisə mi belə bir işləri görür və o adam da bilsin ki, yəni bu bir xəta ilə sənin namazını batil edəcək. Sənin quslunu batil edəcək. Bu, bunun dini nöqteyi nəzərdən zərərləri. Amma tibbi nöqteyi nəzərdən zərərlərinə gəldikdə isə, unutmayın, dırnaq saxlayan müsəlmanlar, siz bilin ki, bizim bədəndə bir neçə nöqtə vardır ki, ora katapunkt adlanır. Yəni, bizim bədənimizin işə salma nöqtələridir. Bədən üçün önəm daşıyan nöqtələrdir. Ora hər gün masaj olunmalıdır. Masaj hökmən deyildir. Xüsusi masaj edəsən. Gördüyün işlərlə də onu masaj etmiş olursan. Onlardan biri də bizim 10 barmağımızın uclarıdır. Barmağın ucları insan bədəninin katapunkt nöqtələridir. Biz işlədikcə barmaq ucları sürtünür bir yerlərə, ora masaj olur. Hələ ağıllı adamlar ümumiyyətlə hər gün dırnaqlarını ovurlar. Bax, 10 dırnağın yoxdur, əl dırnaqları. Onları içəri basaraq, lap çox yox, yüngülvarı basaraq masaj elə üstünə 10 dırnağı. Çünki barmaq ucları elə bir nöqtədir ki, Allah qorusun, insultin ən birinci qarşısını alan nöqtə buradır. Əgər qəflətən gördün bir insan insult keçirdir, ağzı qaçır, çırpıldığı yerə. Bax, birinci yardım odur, onu sakit saxlamaq, tərpətməmək. Sonra bir iynə bir yerdən tapmaq, varsa şpris iynəsi, bədənə vurulan iynə, yoxdursa paltar tikən iynə. Əgər paltar tikən iynə olsa, onu varsa bir spirtə sal, yoxdursa bir nəfər bir çaxmaq yandırsın, bir alov onun üstünə vur ki, yəni üstündə bir də mikrob olar, bədənə ötürülməsin. Bax, o iynəni həmən adamın dırnağından 1 santimetr aşağıya, yəni dırnağın altından biraz aşağıya batıraraq oradan qan çıxartmaq. 10 barmağından qanı çıxarda bilsən, onun insultinin qabağı alınacaq. İnsult keçirməyəcək. Çünki dırnaq altları bədənin katapunkt nöqtələridir. Bura masaj olunanda qan dövranı ki, buradan bərpa oldu, bədəndə qan dövranı nizamlanır. Təsəvvür et, sənin uzun dırnaqların var, sənin həmən yerlərin masaj oluna bilmir. Çünki dırnaq uzundur,
ora basılmır, ora masaj olunmur. Halbuki sən gün ərzində ora tez-tez masaj olunmalıdır. Sən də gün ərzində iş görəndə əlində dırnaq vardı deyə əllərini incə aparırsan, bu işi görmürsən, dırnağın var, o işi görmürsən, dırnaq mane olur deyirsən, beləliklə də sənin həmən o katapunkt nöqtələrin tədricən pasitivləşir və oradakı incə damarlardan tədricən qan dövranı orada qatılaşır və orada yavaş-yavaş qan hərəkəti durma nöqtəsinə çatır. Həmən vaxtı deməli sənin bədənin ən təhlükəli vaxtıdır. Bir ciddi əsəb keçirtsən, bir ciddi hal yaşasan, anında səni insult vurma təhlükəsi daha çoxdur digərlərinə nisbətdə. Bu ehtimallardır. İndi bu o demək deyildir. İndi tutaq ki, dırnağını qaydaya uyğun saxlayanlar bu o demək deyildir, bunu keçirtmir, insult keçirtmir. Məsələ budur ki, sənə dar gündə yardım etmək olmayacaq. Və həmən gün saxladığın o dırnaq, gözəl gördüyün o şeytan adəti sənə fayda verməyəcək. Allahın təbii yaratdığı, bax dırnağı Allah bizə verib və o dırnağı uzadan da Allahdır. Amma bizə əmr etmişdi Rəsulu vasitəsilə. Allahın Rəsulu da hər həftə dırnaqlarını tutardı. Uzun dırnaq saxlamaq müsəlmana yaraşan adət deyil. Bir insan olaraq anatomik baxışlarla da baxılsa bu məsələyə, bu sağlam iş deyil. Hələ onun bir bakteriya hissəsini demirəm. Çünki ola bilsin ki, biri düşünsün ki, mən dırnağıma yaxşı baxıram, tərtəmiz saxlayıram. Tərtəmiz saxlasam belə, həmən nöqtələr masaj olunmayacaq. Çünki ora əl dəyilmir. Çünki ora bir yerə basılmır. Çünki onun üstünü dırnaq örtmüşdür. Bundan əlavə başqa tibbi zərəri isə, dırnağın varsa, avtomatik sən bədəndə bir yerin qaşındıqda dırnağı dəriyə vuracaqsan və unutma, dırnaq yarası bədəndə infeksiya yaradır. Elə ona görə qədimdə deyiblər ki, axşamlar dırnaq tutmayın. Axşam dırnaq tutmaq olar, problem yoxdur. Amma qədimidə işıqlanma zəif idi deyə dırnaq qorxuludur. Tutarsan, bir hissəsi düşər yerə, sonra tapa bilməzsən, batar başqasının ayağına, dırnaq ayağa batdıqda infeksiya verir. Zəhərlənmə verir bədənə. Sən də o dırnağınla istər-istəməz bədənin digər yerlərinə zərər yetirirsən. Bunun da sənə oldu tibbi zərəri. Və sonra taxma saç. Taxma saç danışdığımız kimi, əgər bir insan saç taxıbsa, saç başında taxma saç olduğu müddətdə qusul etsə qusulu batildir. İstər kişi, istər qadın. Ona görə də kişilər də, yəni bu məsələdə həssas olsunlar. Yəni saçının bir hissəsi tökülüb, ora taxma saç qoydurur, biri var əllə götürülə biləcək, yəni papaq kimi, o anlaşıldı, yəni onu edibsə o rahatdır, onu götürüb çimər. Amma o taxma ki var, rezin keçir başa, onunla kim qusul edirsə qusulu batildir. Siz reklamlarda göstərilən bu özündən su buraxır hissəsinə baxmayın. O suyu dəliklərdən buraxır. Onun dəliyi varsa, dəlik hissəsi su buraxır. Amma dəlik olmayan hissələri var axı. Başa yapışan hissələri, rezin hissəsi. Ora su dəymir. Nəyim ki ora? Bir milli yerə də su dəyməsə, dəstəmaz və qusul batil olur. Ona görə bu hissə diqqətli olun. Sonra burada ola bilər ki, biri bədəninə çəsb yapışıb. Çəsb, nəyisə bədəninə yapışdırıb çəsb vasitəsilə. Ola bilər o şeyi götürüb çəsb qalıb bədənində. Çəsb, yəni skoç, yapışqan, leykoplaster. Yəni həkimlər bəzən bir şeyi tampon qoyub onu sonra çəsblə yapışdırırlar. Çimərkən, dəstəmaz alarkən bunlara fikir verin. Qusul alarkən bədənin hansı hissəsində o çəsbdən qalsa qusulun batil olar. Dəstəmaz alarkən isə dəstəmaz üzvlərində, yəni yuduğun yerdə o çəsbdən qalsa dəstəmazın batil olur.
Sonra burada fikir vermək lazımdır, kirpiç qoyanlar, taxma kirpiçlər. Kirpiç də eyni hökmü daşıyır. Sənin taxdığın kirpiç orijinal kirpiçlərimin üstünə taxılmışdı. Deməli, onlara su dəyməyəcək. Onun taxıldığı yerə su dəyməyəcək. O da sənin quslunu və dəstəmazını batil edir. Sonra Allah şifa versin bəzi xəstələrimizə ki, daha doğrusu əngəllilərimizə ki, ən çox qazilərimizdə vardır bu hal. Taxma ayaq, taxma əl qoyan insanlar. Əgər sən taxma ayaq keçirdib onunla gəzirsənsə, qusul edəndə o taxma ayağı ayırmaq lazımdır. Çünki onun taxılan hissəsinə su dəymir. Taxılan hissəsi də özünə görə 2-3 santimetr ən azı bir yer tutur. Çünki o bədəni tutmalıdır deyə. Ona görə də yəni qusulu edərkən buna fikir verin. Ola bilsin, indi bunu işlədənlər tədricən professionallaşırlar. Yəni ən azı və yaxud da ki, o ayağında olsun, qusul verərkən özünü ona dayayaraq, onu ayağından bir ayır, yəni onun ayağı tutduğu hissəsinə su dəysin, ondan sonra onu keçir və normal qusula davam elə. Çünki sənin orijinal bədənin tam islanmalıdır. Bu aiddir taxmalara, yəni süni, dəri üzərində olan bədənə yapışan hər bir şey, istər dəridə olsun, istər saçda, istər kirpikdə. Amma dəri altında olanlar ki var, botoks kimi, silikon kimi, bunların bu qusul dəstəmazı batil etmir. Demirəm, bu olar. Yəni onlar barəsində də dərslər danışmışıq. Yəni Allah onu nə gözəl yaratmışdı, o özünü eybəcər hala saldı. Bu silikonlarla, botokslarla. Bu ayrı mövzudur. Biz burada sırf fiqhi məsələ danışırıq. Yəni İslam hüququ, yəni İslam qaydasına görə dəstəmazı, quslu batil edir, etmir. Botoks, silikon batil etmir. Çünki bu dəri altındadır. Nə dəri üstündədirsə, onlar qusul və dəstəmazı batil edirlər. Ona görə dəyərli müsəlmanlar, zəhmət çəkib namaz qılırsan, oruç tutursan, Allah sevgin var. Bütün bu sevgini, bütün bu ibadətlərini zayi etmə və özü də heç vaxt düşünmə ki, mən Allahı sevirəm, Allah bunu bilir, Allah məni bağışlayar. Əsla burada haqlı deyilsən. Çünki Allah o şəxsi bağışlayacaq ki, o adam onu edərkən anlamsız olub, xəbərsiz olub, bilməyib edib və bildikdən sonra tövbə edib ondan uzaqlaşıb. Sən Allaha nə deyərsən ki, Allahım, toya gedirdim, saç taxmalı oldum. Və yaxud da ki, kişisən, Allaha nə deyərsən ki, Allahım, saçım tökülmüşdü, istəyirdim cavan görünəm, istəyirdim gözəl görünəm. Kimə gözəl görünmək istəyirdin ki? Başqalarının namusuna? Yəni Allaha nə deyərsən ki? Bu Allaha deyiləsi sözdür. Heç kəs Allahın yanında özünü təmizə çıxarda bilməyəcək. Necə ki Allah Qurani Kərimdə deyir. Heç kəs özünü təmizə çıxartmasın. Çünki Allah qəlbləri biləndir. Sən də buna qəlbində özünə bəraət qazanma ki, Allah bilir buramda nöqsan var. Nöqsan sənin imanında olmasın. Bədənin heç bir nöqsan deyil, səni sevən üçün. Necə nöqsanlı, qusurlu, hətta gözəlliyi olmayan necə insanlar vardır ki, həyatını ona qurban verənlər vardır. Onu sevir, çünki sevgi görüntüdə deyil, sevgi qəlb daxilində olur. Onun da yaranma səbəbləri birbaşa Allaha bağlıdır. Sən Allah ilə ol, Allah üçün yaşa, Allah səni sevdirəcək. Bir də ki, sevmək nə üçündür ki? Əgər sənin ailən artıq varsa, daha kimin üçün sevgi, özünü sevilməyə hazırlayırsan ki? Deməli, şeytan var işin içində. Diqqətli olun. Taxma saçlar, taxma dırnaqlar, bunlar heç biri bizə gözəllik gətirmir. Bunlar gözəllik gətirmir. Gözəllik insanın əxlaqıdır, davranışığıdır, bu və sözləridir, danışığıdır. Budur gözəllik. Allah bizi təbii gözəlliyimizlə ucaltsın. Vəssalamu aleykum
və rəhmətullahi və bərəkatuhu.